Qarabağ torpaqları kimi Qərbi Azərbaycan torpaqları da 1813-1828-ci ildən etibarən işğal olunubdur. Bilirsiniz necə işğal olunub? Asta-asta, yavaş-yavaş, siyasətlə. Yəni, o qədər ustalıqla oturdublar ermənilər orada ki, 50 yox, 27% erməni olub, 50+1. Demoqrafik vəziyyət bu cür dəyişibdir. Bəs niyə yerləşiblər? Bilirsiniz ki, 1. Pyotrun vaxtından Qafqaza böyük maraqlar olubdur. Qafqaz, bilirsiniz, o qədər maraqlı məlumatlar var. Mən əslində qalsa bilmirəm, hamısını necə çatdırım. Chopin'in yazdığı kimi, Qərbi Azərbaycan Qafqazın məhz dərələyəz, Qafqazın Şveçariyasıdır. Biz demirik ki, bunu İsveçrəli, Fransız, İtalyan, İngiliz alimlər, Rus alimləri deyir. Məsələn, Çavçavadze deyir. İlya Çavçavadze yazır ki, deyək ki, saxta erməni alimləri və ağlayan daşlar. 1902-ci ildə yazıb, Tiflis arxivində saxlanılır. Deyir ki, ermənilər abidələrdən daşı çıxarıb, yerinə erməni dilində yazılmış daşları qoyurdular. Yəni, saxtalaşdırırdılar da. Nəyi saxtalaşdırırdılar? Tarixi.